Banklarda kredit ödənişlərində gecikməsi olan şəxslərin yenidən kredit götürə bilməsi son illərdə aktual mövzulardan birinə çevrilib. Maliyyə çətinlikləri, gəlirin azalması və gözlənilməz xərclər bir çox insanın kredit öhdəliklərini vaxtında yerinə yetirməsinə mane olur. Bu gecikmələr isə gələcəkdə bank xidmətlərindən istifadə imkanlarını məhdudlaşdıra bilir. Bəs vətəndaşlar hansı halda yenidən kredit götürə bilər? Mövzu ilə bağlı missiyada danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericiliyə əsasən şəxsin bank kreditlərinin ödənilməsində gecikmələrin olması onun yerindən kredit almasına tam maneə yaratmır. Qanunvericilikdə şəxsin bank kreditlərinin ödənilməsi ilə bağlı gecikmələrinin olması ona yenidən təkrar kredit ayrılması anlamına gələ bilməz. Sadəcə olaraq eyni zamanda vətəndaşlarda olan yanlış məlumatlardan biri odur ki, qanunvericilikdə bankların qara siyahısı anlayışı deyə bir şey yoxdur. Sadəcə olaraq mərkəzləşdirilmiş kredit reyestri siyahısında vətəndaşların əldə etmiş olduğu kreditlərin gecikməsinə görə tarixçə formalaşır. Bu tarixçəni özləri yeniləyə bilərlər. Ramil Süleymanov qeyd edib ki, vətəndaşlar bu kredit tarixçəsini özləri yaxşılaşdıra bilərlər. Bununla bağlı vətəndaşlara tövsiyə ondan ibarətdir ki, gəlirlərinin qarşılığında xırda məbləğli kreditləri götürüb qısa müddətə bağlamaqla banklarda müsbət tarixçə formalaşdıra bilər və eyni zamanda özlərinin barəsində yeni imic formalaşdırıla bilər ki, bundan sonra onların yenidən iri məbləğlərlə bağlı müraciətinə müsbət qiymət verir. Seyranə Quliyeva, Çingiz Abdullayev, Missiya TV.